Euler-Venn diaqramına uyğun gələn bəndləri müəyyən edin. Burada mis-2 oksidin amoniakla reaksiyası var. Onu yazaq. Buradan alınır azot, mis və su. Bir də amoniakın yanma reaksiyası var. Azot alınır və su alınır bu reaksiyalardan. Azot alınır deyir. Azot hər iki reaksiyada var. Bir ortaya, yəni 3'ə aiddir. İki müxtəlif bəsit maddə alınır. Burada var. Yəni 1'ə aiddir ki, mis-2 oksiddən amoniakdadır. Sonra oksigen oksidləşdiricidir. Yəni oksigen oksidləşdiricidir deyirsə, oksigen burada -2, -2'dir. Birinci reaksiyada yoxdur, amma ikinci reaksiyada sıfırdan -2'yə gəldiyinə görə, azaldığına görə oksidləşdiricidir. 3, 2'yə aiddir. Amoniak reduksiya edicidir. Yəni amoniak məsələn burada -3'dən 0'a gəlib artıb oksidləşmədən reduksiya edicidir. Burada da -3'dən 0'a gəlib, burada da reduksiya edicidir. Yəni 4 də ortaya aiddir. Deməli 1'ə 2'dir, 2'yə 3'dür, 3'ə də 1, 4 cavabımız C variantı.